Evli biri səni sevirsə, niyə yoldaşdan ayrılmır? Bəzi insanlar duyğularını yaşayar, amma qərar verə bilməzlər. Bu sevgi onların komfort zonasından, məsuliyyətlərindən, vərdişlərindən daha önəmli deyil. Evli olduğu insanla illərin, sistemin, uşaqların bir ağırlığı, məsuliyyəti var üzərində və səni seçməsi bu məsuliyyətləri buraxması deməkdir. Və çox zaman bu qədər cəsarətli olmazlar. Səni həyatında istəyərlər, amma həyatına daxil etməzlər. Səni sevdiyini deyər, amma səninlə heç bir gələcək planı qurmaz. Çünki onun gələcəyinə daxil olacaq qədər böyük bir sevgi deyil bu. Sadəcə getməyini istəməyəcək qədər güclü olan əksik bir asılılıqdır. Nəyinsə əksikliyi, bəlkə hansısa hormonun, bəlkə hansısa duyğuların ya da bəlkə öz daxili boşluğunun. Buna görə də sən özünü dəyərsiz hiss etməməlisən. Əgər mental sağlamlığını qorumaq istəyirsənsə, burada etməli olduğun bir şey var ki, nə üçün bu münasibətdə qalmağa davam edirsən? Bu münasibət sənə nəyi xatırladır? Hansı təcrübəni xatırladır və sənin hansı yanlarını doyuzdurmağa çalışır?